A və B düz xəttləri paraleldir. Alfanın betaya nisbəti 5-in 7-yə olarsa, beta ilə alfanın fərqinin dərəcə ölçüsünü tapın. A və B paralel düz xəttlərdir. Burada alınan alfa və beta daxili bir tərəfli bucaqlardır. Deməli, onların cəmi 180 dərəcəyə bərabərdir. Və verilən nisbətə görə biz alfanı 5K ilə, betanı isə 7K ilə ifadə edə bilərik. Və bu cəmdə 180-ə bərabərdirsə, 5K üstəgəl 7K bərabərdir 180 dərəcə. 12K bərabərdir 180 dərəcə və K da bərabərdir 180-i 12-yə bölsək, bölünsün 12 dərəcə bərabərdir 15 dərəcə alarıq. 15-dir, 15-i vursaq 5-ə və 15-i 7-yə biz alfa və betanı taparıq. Bizdən beta ilə alfanın fərqi tələb olunur. Yəni 7K çıxılsın 5K bərabərdir 2K-ya. 2 vurulsun 15 dərəcə isə bizə 30 dərəcə verir.